Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün Nəsimən Masazır qəsəbəsində həm Zeynal Market, həm Yağlama küçəsindən bax bu evimizə yaxın yol ərazisi olan bu torpaq sahəsi də bu evimizə aiddir. Bax bu gördüyünüz bütün torpaq sahəsi 10 sotun içində. Fikirləşin ki, neçə? 130 min manata. 130 min manata hörmətli kanal izləyicilərimiz. Bax buradan əl damıdır, sanitar qoşlar burada tikilib. Şəxsi tikilib, onu xatırladım. Kürsülü 4-5 otaqdır. Kırşat çerpitsadır. Darvazası da birbaşa, bax, bura həyətyan sahəsidir, bax, görsədim sizə mən. Düzdür, burada tok xəttləri var, olan mən sizə deyim, tok xətti var burada. Sənədsizdir, burada gülüldür, bax, belə, qəşən həyətyan sahəsi genişdir. Yəni 10 sotdur, hörmətli kanal izləyicilərimiz. 130 min manata belə bir gözəl bir 10 sotun içində evimiz satılır, hörmətli kanal izləyicilərimiz. Bax, bir daha görsədim sizə. Yəni, mərkəz yolu da yaxındır, yolu da asfaltdır. İndi isə evimizin içindən mən danışacağım. Kombi sistemi çəkilib, bax, görə bilərsiniz. Sistem bax buradadır. Sonra da nəsə elektrik işləri görüb. Qoşadaş, kəməri də hamısı qaydasında, hörmətli kanal izləyicilərimiz. Evimizin, bax, bu formadadır. Burada qonaq otağıdır. Sağ tərəfdə sanitar qoşular, bir otaq orada, 2, 3, 4. Hansını istə söz? Mətbəx. Yəni ki, mətbəx, baxın, görüm hansıdır burada. Bax, bura bir otağımızdır. Polu vurulub, hazır vəziyyətdə, apışqası vurulub, hörmətli kanal izləyicilərimiz. Bura isə ikinci otağımızdır. Yataq otaqlarından biridir. Buraya isə üçüncü otağıdır. Kombis elektrik zadı var. Pəncərəsi birbaşa öz həyətinə baxır. Yəni ara məsafə saxlanılıb, hörmətli kanal izləyicilərimiz, qoşadaşdır. Möhkəm tikili evdir. Və burada isə sonuncu otağı ilə mən tanış edim. Bir də xatırlayım, 130 min manata belə bir gözəl bir, bax, maşallah, maşallah, genişliyə bax, pəncərələri də birbaşa öz həyətinə bax, kombi elektrik sistemində çəkilib hazır vəziyyətdə, hörmətli kanal izləyicilərimiz. Buradan da açım sizə görsədim. Birbaşa öz həyətinə baxır. Burası söhbətgahıdır, düzdür, tənəklər zatlar əl gəzdirmək lazımdır. Tam yaşayış olan bir ərazidir. 130 min manata belə bir gözəl bir 4 otaqlı evimiz 10 sotun içində. Ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxmış evlərlə birinci növbədə siz tanış ola bilərsiniz. Hatırladım ki, satıcımızın, belə deyək, xazeynin qiymətdən xəbəri yoxdur. Yəni, sənədsiz də olsa bu yerdə, yəni torpağın sotu minimum 20 mindir, 20 mindən yuxarı aşağıdır. Amma bugünkü gündə 10 sotun içində belə bir gözəl bir evi 130 min manata təcil olaraq satılır.